Bizdə də sualım var Aydın müəllim. Kənd təsərrüfatına keçən bütün bu dövrlər ərzində nə qədər vəsait qoyulub büdcədən? Rəqəmi dəqiq deyəm. Mən dəqiq deyim sizə. Dəqiq deyim sizə. Təkcə subsidiya şəklində ayrılan vəsait, təkcə subsidiya hansı müddəti götürürsünüz siz? 2003-dən indiyə qədər. Az qala 1 milyarddan yuxarıdır subsidiya şəklində ayrılan. Mən də sizə deyirəm, subsidiya şəklində ayrılan vəsait bu qədərdirsə, siz ölkənin kənd təsərrüfatı ixracının bu il hansı rəqəmləri təşkil ediyini bilirsinizmi? Onu da sizə deyim. 600 milyona yaxındır. Bax, problem o subsidiyanı qoymasan, o 600 milyonu da əldə edə bilməzsən. Baxın, siz, mən də deyirəm, elə vəsait qoyacaqsınız ki, hər manatın 5 ildən sonra neçə qəpik gətirəcəyini dəqiq biləcəksiniz. İqtisadiyyat budur. İdarə etmə budur, sistem budur. Aydın. Bunu əvvəlcədən proqnozlaşdıracaqsınız. Gəlin Yoxsa ortam... biz, üzr istəyirəm, biz də fikrimdən, biz ölkəmizin düşməni deyilik. Mən Azərbaycanı heç kimdən az da sevmirəm. Və mən ölkənin də, vətəndaşının da siyasi dünya görüşündən, yaşam tərzindən, baxışından asılı olmayaraq, mənim üçün hər bir vətəndaş ilə mənim özüm qədər mənim üçün dəyərlidir. Mövqeyindən asılı olmayaraq. Hə, onun baxdığı pəncərədən Azərbaycan belə görünür, o belə görünür. Amma mənim heç kimin vətən sevgisinə də şübhəm yoxdur. Hər kəs fərqli yerdən yanaşa bilər. Amma mən istəyirəm ki, biz yanaşdığımız yerdən hər bir şeylə bunları deyək ki, doğrular doğru yerdən, doğru səhvlər doğru yerdən aydınlaşsın. Biz də deməliyik ki, bəli, Yaxşı. hər hansı bir, belə deyək ki, hallar var idi deyə, ölkə prezidentinin birbaşa, deyək ki, tələbi də büyün ondan ibarətdir ki, ölkədə dövlət büdcəsi şəffaf xərclənməlidir. Bəli. Dövlət büdcəsində şişirtmə rəqəmləri olmamalıdır. Bunu dövlət başçısı özü Onun üçün də xahiş edirəm, parlamentdə qeyd edin, təsnifat hissəsi olsun büdcənin. Büdcənin bu gündə təsnifat hissəsi yoxdur. Bu gün də büdcənin təsnifatı yoxdur. Hara nə xərclənəcək, hansı detallar üzrə, hansı kateqoriyalar üzrə, nə qədər. Aydındır. Bax, o təsnifat olmayınca şəffaflıq olmayacaq. Gəlin bu arada razılığa gələk təsnifatı var. Yoxdur. Rəqəm təsnifatı, nə inzibati təsnifatı var, onu da deyim, 6,6%-nin büdcənin ümumiyyətlə nə iqtisadi, nə inzibati, nə funksional təsnifatı yoxdur. Onu da qaçmayaq. İqbal müəllim, o rəqəmləri rəqəmləri yaxşı yadda İstəyirsiniz deyim, 250 milyon ictimai əsaslarla işlərə cəlb. Hara ayrılıb bu vəsait? 250 milyon vəsait nə deməkdir? Hara ayrılıb bu? Bunun təyinatı haradır? Üzr istəyirəm, sualı başa düşürəm. 250 milyona qədər vəsait büdcədən. Yoldaşlar. Yox, elə rəqəmləri qeyirsən ki, bu verilişin axırı olmayacaq onda. Büdcənin hər bir manatına qədər də hansı istiqamətə ayrılıb əvvəlcədən təsnifatı olmalıdır.